Dostlar hamıya salam, sizinle bugünlerin Nanul ASMR'dı. Mukbang isteyenler like eləyin, abone olun. Mukbang davamlı gelsin çünkü yani istədiniz etdik. Deməli burada kələm dolmasıdır. Burada bizim doğamızdır, kinderlərdir, meyvələrimizdir. Burada Caesar salat, özü Dino Sushi'nin Caesar salatıdır. Çox ləzzətlidir. Gəlin başlayaq, çox acam. Deyin ki darıxmışdınız, mənim də nastroyeniyam qalxsın. Kələm dolmamıza. Kələm dolmasın ki mən qədər sevər. Mən böyle bütün dolmaları sevirəm. Səsim getmişdi. Nastroyeniyam o kadar güzeldi. İndi tez çəkəcəm sizin üçün videonu. Və tez paylaşacağım. İnşallah gecikmərəm. Həmən öz vaxtımda paylaşaram. Çox rəyləri oxuyurdum sizin rəylərinizə. Shots'ta demiştim ki mən heç vaxt icazə almaram. Nədir onun adı, həyat yoldaşımla. Mənə görə bu normal deyil. Demək olar ki, məsələn ki, mən gedirəm belə elə, uşaq kimi icazə almaq mənə görə çox qəribədir. Mənim valideynlərim heç belə mənə öyrəşdirməyib. Həqiqətən elə də. Mən həmişə demişəm ki, mən ora gedirəm, bura gedirəm. Və mənim valideynlərim mənə inanıb, güvənib, bilib ki, mən pis yerə getmərəm. Amma həyat yoldaşı niyə mən ondan icazə almalıyım, mən başa düşmürəm. Siz ailədə məsəl üçün necə görmürsünüz? Mən bilsiz necə? Mama harası gedirdi. Məsələn. Deyirdi ki, mən sabah ora gedəcəm, bura gedəcəm, bəs sən hara gedəcəksən? Papa da deyirdi, ora, bura, bura. Mən heç vaxt görməmişəm ki, mənim anam desin, Özdər, olar mən ora, bura gedim. İcazə verirsən, bunu geyinim. Ümumiyyətlə, elə bir şey olmayıb. Mama həmişə ürəyinə istəyib geyinib. Mama bilirdi, hara necə geyinmək lazımdır. Papa heç o mamaya deməyib ki, məsəl üçün cins şalvar geyinmə, kofta uzun geyin. Ona görə belə şeylər mənə deyəndə mənim çox qəribəmə gəlir. Həqiqətən. Mənə elə gəlir ki, özünə güvənən kişi heç vaxt xanımını nə bağlayacaq, onu bunu eləməm, ora-bura gedməm. Mən indi başı bağlı xanımlarından söhbət getmir. Onu sən başa düşmür. Ümumiyyətlə deyirəm. Xanımlar hansılar ki, yəni ömrü boyu necə istəyiblər, yeyiniblər, sonra ərləri başlayır onu bağlamağa o mənada. Paltar cəhətdən. Çünki o boyda auditoriya danışırıq, ucu fikir verməliyinə danışırıq. Bəzi insanlar elə bir qəsdən düz başa düşmək istəmir. Ona görə məcburam hamısını başa salım. Sizdə necədir məsələn? Hər öz ailəsində nə görürsə, onu da translate edir. Translate? Translate yox ya. Translate. Həmən şeyi göstərir. Çünki yəni doğrudan da mənim üçün bu normal deyil. Siz mənə deyin, mənim maraqlıdır. Bir nəfər yazdı ki,
Mən nə bilim nə edəcək, çöldə tutsa. Xanım. Bir neçə dənə gözəl söz yazdım. Sıraz ürəyini sildi. Qorxusunam. Çünki dedim ki, polis bölməsinə gedəsən belə sözlərdən sonra. Deməli, Sara xanım bir dənə rəy yazıb mənə. Oxumaq istəyirəm o haqda. Salam Nərgiz xanım, çox xahiş edirəm Mukbangda cavablandırasınız. Sizdən məsləhət almaq istəyirəm. Sizin fikirlərinizi çox bəyənirəm. Deməli, bir insanı sevirdim. Özüm tanış oldum. Onunla dost kimi danışmağa başladıq. Bir müddət sonra gördüm ki, mənə nə vaxt istəyir yazır, nə vaxt işi düşəndə. Mən də heç nə olmamış kimi cavab verirdim, işlərini həll edirdim. Halbuki çox üzülürdüm bu davranışları üçün. Zaman keçdi və yanında bir qız gördüm. Dedim ki, yəqin bir daha əvvəlki kimi etməz, yəni heç nə yazmaz. Mən yazmadım ona. Bu arada dost kimi dedim, amma arada flört də var idi. Amma gördüm ki, hələ də necə var elə davranır və mən ona sərt cavab verib əlaqəni kəsdim. Üstündən bir il keçib arada yazsa da mən cavab yazmırdım. İndi çox zəng edir, əlaqə yaratmağa çalışır. Mən bilmirəm necə edim. Artıq danışmaq istəmirəm, amma arada şans versəm necə olar deyə düşünürəm. Və siz necə düşünürsünüz? Mənə çox kömək olar kimi düşünürəm. Sizin fikriniz, adımı çəkə bilərsiniz. Cavablandırsa sevinərəm, sevilirsiniz. Sara xanım bu sualı verib, çox sağ olun suala görə. Necə başa düşdüm ki, xanım özü tanış olub. Dost kimi danışırdılar, amma dedi ki, dost deyəndə hərdən flört də var idi. Amma çox vaxt işi düşəndə yazırdı. Sonra bir qız. İndi də bir il keçib axtarış sisteminə düşüb ki, nə olma. Qızlar, mən psixoloq deyiləm həqiqətən və yaxud da nə, həyatı çox görmüş insan da deyiləm. Bu həyat üçün məncə hələ az yaşamışam. Amma belə kişiciklərdən qaçınma. Baxın, hətta sizin yazmalarınızdan görünür, izləyirsiniz. İşi düşəndə yazırdı, işlərini mən həll eləyirdim. Yəni, sizcə normal kişi daşıyan insan xanımına hansı bir, yəni dostuna hansın ki bəyənirlər, öncədən dostdular. Hansı bir iş deyər ki, elə bunu həll elə, problemimi həll elə, yox. Üstəlik də sonra çıxır, deyir ki, zəng eləyir belə elə. Siz cavab vermirsiniz. Deyirsiniz, istəmirsiniz, amma yenə də deyirsiniz, şans versəm. Elə hiss olunur ki, elə bir sizdə normal bir bağlantı yoxdur da o insana. Asılıq kimi bir şeydir. Bəlkə də səhv düşünürəm. Mənim düşüncəmdən dəqiq şans verməyin. Çünki belə insan tipajları ömrü boyu gəlir, gedir, gedir, gəlir. Necə ona uyğundur? Bir dəfə qəbul eləsən deyəcək, bu normaldır. Qəbul eləyir də onsuz da. Ömrü boyu da belə gedəcək, gələcək. Ailə belə insanla da quranda ömrü boyu belə olacaq. Ciddi şəxs olmadığı görünür. Ona görə özünüzü bədbəxt eləməyin. Ondan sonra tək qalmaqdır valla. Bu, indi sən qəbul eləyəcəksən məsələn. Bu yenə aradan çıxacaq, mən əminəm. Dostudunuz, nə idiniz?
Oğlan da belə deyir ki, başa düşmürdü güya. Hər şeydə gözəl başa düşürdü ki, sizin yəqin ki istəriniz var. Ona görə çox xahiş edirəm qızlar. Özünüzə daha hörmət yox, yəni mən anlayıram. Bəlkə də nəsə səndə qalıb. Təzədən başlama, keçmişə qayıtmağa ehtiyac yoxdur. Ümumiyyətlə həyatımda belə bir insanlar görməmişəm ki, keçmişə qayıdıb sonra xoşbəxt olsunlar. Bunlar təzədən ayrılıblar. Ona görə məncə siz həyatınızı davam eləyin. Bu daha xoş olar. Mən öz həyatımdan deyirəm, çünki mən qayıtmadım geri. İndiyə qədər müxtəlif nömrələrdən zənglər, SMS-lər. 7 il keçib. Yox, lazım deyil. Mən anlayıram, siz desəz ki, mənim vecimə deyil, belə elə. Mən bilirəm ki, bəlkə də nəsə var sizin içinizdə. Amma vaxt keçdikcə gedəcək o. Elə insanlar var ki, tez unudur. Elə insanlar var ki, illərlə. Ona görə qayıtmayın. Ciddi bir şəxs deyil. Elə qısa belə SMS-iniz olmasa belə, yəni oradan da başa düşdüm onsuz da. O sizə qarşı nəsə hiss eləsəydi, ciddi olsaydı, birinci bu qız heç çıxmazdı ortaya. Sizi belə düşünsəydi, yəni düşünərdi ki, siz nə hiss edirsiniz. O momentdə vecinə deyildi. İndi siz niyə düşünürsünüz ki, kiməsə, yəni ona oturub şans verəsiniz? Niyə? Siz də vecə almayın, siz də düşünməyin kimdir. Ona görə qızlarım, biraz ağıl, özünüzü düşünün, kef eləyin. Bu şeylə, normalı çıxacaq, əminəm. Çay. Siz niyə yerdiniz, düzünüz deyin, siz bağışlayardınız. Mən əsla deyirəm, amma doğrudan əsla bağışlamamışam. Çox dadlıdır. Bilmirəm. Bəlkə sərt də deyirəm mən. Mən burada dəqiq deyirəm ki, mən düz danışıram. Nə mənası var? Lazım deyil. Dəyməz valla. Deməyə də heç nə yoxdur. Çünki belə bir şey olsa sizə görə nəsə eləmiş və yaxud da nə. Mən eşitdiyim ancaq o oldu ki, siz elədiniz. Siz belə, siz tanış oldunuz. Sizin xoşunuza gəldi. Sizə yazırdı, kömək istəyirdi, siz edirdiniz. Siz. O harda oldu, hansı qıraqda oldu, mənə çatmadı. O nədir? Nəyə lazımdır onda o? Əgər ancaq siz. Münasibət ancaq siz yox. İki insan arasında olur, anlayırsınız? İnanıram ki, mən bu SMS-ə cavab verməmiş. Siz hələ, nədir onun adı? Gedib barışmamısınız? Üstəlik də kişi həmişə daha öndə olmalıdır, daha çox etməlidir. Çünki sən onun xanımısan və yaxud da ən azından sən ona elə baxırdın. O isə kör pişik olaraq qalsın hələ. Deməli, sizin insanınız deyil. Bağlayırıq qızlar temanı. Xoşbəxt olacağınız bir insanı tapın. Əminəm ki, olacaq Sara. Əminəm. Uşaqlar, bizim mukbang bu qədər idi. İnanıram ki, darıxmışdınız. Əgər bəyəndinizsə like qoyun, abunə olun. Döyüləcəksiniz. Baxışlar düşməsin, qalxsın. Nə olar? Bir dənə 20k falan eləyək baxışları. Öpürəm sizi, əzizlərim. Köynə videoma baxmamışsa bura basıb köynə videoma baxırsınız. Abunə olmamışsa logoya basıb abunə ola bilərsiniz. Sabah hadi əzizlərim, öpürəm sizi.